Aha, başlayaq digər video izahımıza. İndiki dərsimiz, mövzumuz 13-cü, 14-cü əsr mədəniyyətinin video izahını verəcəm. Deməli, biz burada dilçi alimlər görəcəyik. Dilçi alimlərdən Məhəmməd Naxçıvani və Hinduşah Naxçıvaninin adlarını qeyd edəcəyik. Daha sonra burada tibbdə Məhəmməd Naxçıvanini yenidə görəcəyik. Hətta biz burada deyəcəyik ki, Darüşşəfa və Darülxana, yəni Darüşşəfa xəstəxana, Darülxana isə əczaçı aptek mənasını verirdi. Daha sonra tarixçi alimlərdən Fəzlullah Rəşidəddini qeyd edəcəyik ki, o Qazan xanın demişdik ki, vəziri idi, məsləhətçisi idi. Cami ət-Təvarix əsərini yazmışdı. Daha sonra biz burada Həmdullah Qəzvinini, Şərafəddin Əliyəzdi, Nizaməddin Şami. Biz Nizaməddin Şaminin əsərlərində daha çox həm Teymurun yürüşlərindən, həm də Monqol yürüşlərindən əsərlərində qeyd etdiyini görəcəyik. Coğrafiyaçı alimlərdən Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini və Bakının adlarını çəkəcəyik. Deməli, həm Həmdullah Qəzvini tarixçidir, həm də coğrafiyaçıdır. Daha sonra burada Əsəddin Əndəlüsü var ki, onun əsərlərindən əsasən deyəcəyik ki, Azərbaycan dili ifadəsi işlədilmişdir. Daha sonra burada Şəbüstəri var idi ki, filosof alim idi. Daha sonra musiqiçilərdən biz Ürmiyəvi və Marağin adlarını çəkəcəyik. Daha sonra Nəsrəddin Tusi həm Hülaçı xanın məsləhətçisi idi, həm də Abaqa xanın vəziri olmuşdu. Və o 1259-cu ildə rəsədxana açdırmışdı və 1271-ci ildə Əxlaq-i Nasir əsərini yazmışdı. Biz İntibah mədəniyyətində də demişdik ki, 13-14-cü əsrlər Təbriz memarlıq məktəbi yəni yaranmışdı 13-14-cü əsrlərdə. Daha sonra 1319-cu ildə Yusif ibn Əhməd bədii kəsanı hazırlamışdı. 1399-cu ildə isə Tiyan, Şərəfəddin Tiyan hazırlamışdı ki, bu da Teymurun sifarişi ilə hazırlanmışdı. Daha sonra 1235-ci ildə dağıdılan bərpa 1339-cu ildə bərpa edilmişdi. Bu dövrdə, yəni 13-14-cü əsrlərdə yeni şəhərlər salınmışdı. Bu Sultaniyə, bir də Mahmudabad şəhəri olmuşdu. 13-14-cü əsrlərdə Nardaran, Ramana, Bayıl və Mərdəkan qalaları adlarını qeyd edəcəyik. Daha sonra bu dövrdə rəsədxanaların 1259-cu ildə Marağa rəsədxanasını, bir də 14-cü əsrdəki Şamqazan rəsədxanasının adını çəkəcəyik. Daha sonra türbələrdən isə biz Bərdə türbəsi, Qaradağ türbəsi və Gülüstan türbəsinin adlarını qeyd edəcəyik. Bu dövrdə Əşq qalası var idi ki, onu başqa adla Əlişah adlandırırdılar. Daha sonra Xudabəndə türbəsi var idi bu dövrdə, Üç Müəccim məbədi var idi, Nəyminin məqbərəsi və Təbrizdə miniatür məktəbi var idi. Belə 13-14-cü əsr mədəniyyət mövzusu ilə bağlı əsas məqamları sizlərə qeyd etdim. Siz yenə də kitabı oxuyun, daha sonra video izahı baxın, testləri işləyin.